Bismillah. Hamıya salam. Sıfırdan A2 kursuna davam edirik. Üçüncü dərsə xoş gəldiniz. Bu dərs siz feili təsrifləndirməni öyrənəcəksiniz. Yəni biz feili şəxsə görə dəyişəcəyik. Amma gəlin ilk öncə biz şəxs əvəzliklərindən başlayaq. Deməli biz keçmişdik öncəki dərsdə onlar sözünü. Onlar necə idi almanca? Sie. Əla. Və o nə idi? O bizdə artıq şəxsə görə dəyişir. Əgər biz kişini əvəz ediriksə, biz er deyəcəyik. Əgər qadını əvəz ediriksə, bizdə o almanca olacaq sie. Əgər orta cinsi əvəz ediriksə, bizdə olacaq es. Bunu biz ikinci dərs demişdik. İndi gəlin mən sözünü öyrənək. Mən. Mən almanca olacaq ich. Ich. Deməli, bu CH birləşməsini biz x-ya yaxın səs kimi tələffüz edirik. Ich. Düzdür, indi bəzi yerlərdə biraz fərqli tələffüzdə olunur. Misal üçün, Berlində bunu ik deyirlər. Bəzi Almaniya yerlərində misal üçün iş deyirlər. Amma indi standart Almancada bu ich oxunur. Və biz də elə standart Alman dilindən gedirik. Hə, bunu biz oxuyacağıq belə. Ich. Yəni bizdə x-ya yaxın səs olacaq. Ich. Əla. Mən necə olacaq Almanca? Ich. Yaxşı, bəs biz necədir? Wir. Wir. Sonda r belə a-ya yaxın səs kimi olur və biz bunu oxuyuruq belə. Wir. Əla. Deməli, biz oldu Almanca necə? Wir. İndi gəlin sən sözünü öyrənək. Sən Almanca olacaq du. Dostunuza müraciət etmək istəyirsiniz, demək istəyirsiniz ki, sən. Almanca necə deyərsiniz? Du. Əla. Deyək ki, indi dostlarınıza müraciət etmək istəyirsiniz. Bir neçə dost var, siz demək istəyirsiniz. Onlara necə müraciət edəcəksiniz Almanca? Necə olacaq? Hə. Bunu biz keçməmişik, indi biz öyrənəcəyik. Bunu almanlar belə deyəcək. İya. İya. Burada son üçüncü hərfimiz H-dır. Hə, onu almanlar oxumur sözün ortasında olanda. Ona görə bu tələffüz belə olacaq. İya. İndi siz deyək ki, dostlarınıza müraciət etmək istəyirsiniz. Onu necə deyərsiniz? İya. Əla. Baxın, artıq bunları siz rahat deməniz lazımdır. Yəni, çox vacibdir şəxs əvəzliklərini yaxşı bilmək. Bunu avtomatizmə gətirmək lazımdır. Yəni, əgər hələ də yaxşı əzbərləmədinizsə, bu videonu saxlayın, bir neçə dəfə təkrar edin, sonra davam edək. Bir də onu qeyd etmək istəyirəm. Bir də bizdə hörmət mənası üçün istifadə olunan söz var Azərbaycan dilində siz. Bu bir nəfərə də müraciət edəndə istifadə olunur, bir neçə nəfərə də müraciət edəndə istifadə olunur, hörmət mənasındadır. Alman dilində də bu hörmət mənasında olan söz o da olacaq Almanca Sie, amma böyük hərflə yazılacaq. Yəni yazılış belə olacaq, amma böyük hərflə. Deməli, Alman dilində Sie həm o olacaq, qadını əvəz ediriksə, həm onlar mənasını verəcək, əgər biz üçüncü şəxsin cəmini nəzərdə tuturuqsa, və yaxud hörmət mənasında siz mənasında istifadə olunacaq. Bir nəfər və yaxud bir neçə nəfərə biz müraciət edən zaman, əgər siz demək istəyiriksə, Almanca böyük hərflə yazılacaq Sie. Əla. İndi isə gəlin dərsimizin əsas formasına keçək. Təsriflənməyə. Təsriflənmə nədir? Yəni, feili şəxsə görə dəyişməkdir. Biz, misal üçün, öncəki dərs içmək feilini keçmişdik. İçmək nə idi Alman dilində? Trinken. Trinken. Aha. Trinken-da sözün kökü nədir? Trink. Aha. İndi sizə baxın bir açar söz öyrədəcəm. Bu sözün köməyi ilə siz Alman dilində əksər feilləri şəxsə görə dəyişə biləcəksiniz. Bu açar söz belədir. Est, ten, ten. Bir dənə yaxşı əzbərləyin. Est, ten, ten. Bu açar söz sizə çox kömək olacaq. Yəni, ən azından nə istəyirəm bu dərsin sonunda əzbər bilmiş olasınız. Baxın bu sözü. Est, ten, ten. Yaxşı, bu est, ten, ten nə deməkdir? İndi sizə hər şey aydın olacaq. Gəlin elə içmək feilini şəxsə görə dəyişək. Deyək ki, mən içirəm, sən içirsən. Burada biz birinci feilin kökünü yazırıq. Feilin kökü nədir? Trink. Aha. Birinci şəxsdə mən içirəm demək istəyirəm. İx nə olacaq feilin sonunda? Baxın, birinci hissəni yadımıza salarım. Est, ten-tendə birinci nə gəlirdi? E. Yazırıq ora E-ni. Deməli, mən içirəm Almanca olacaq. İx
trinke. Əla. Sən içirsən, est. TNT-də nədir? İkinci gələn est. Baxın, ora biz sırtı yazacağıq. Du trinkst. Du trinkst. Bu üçüncü şəxsin təkini keçmişdik. Trinkt. Trinkt. Biz içirik olacaq. Wir trinken. Siz içirsiniz olacaq. Ihr trinkt. Ihr trinkt. Onlar içirlər. Sie trinken. İndi hörmət mənasında kiməsə müraciət edib deyirsiniz ki, siz içirsiniz. Onda da biz böyük hərflə yazacağıq zini. Zi. O da üçüncü şəxsin cəm formasından həmişə uyğun gəlir. Misal üçün, siz içirsiniz, o da Almanca olacaq. Sie trinken. Sie trinken. Əla. Baxın, çox asandır. Est, ten. Bir dənə bunu əzbər bilməklə, bu açar sözü əzbər bilməklə Alman dilində əksər feilləri siz, yəni feillərin çoxusunu siz şəxsə görə dəyişə bilərsiniz. Əla, gəlin davam edək. Biz yazmaq feilini keçmişdik. Yazmaq feili nə idi? Schreiben. Yazmaq feilinin kökünü yazdıq burada. Schreib. İndi siz şəxsə görə dəyişin. Deyin ki, mən yazıram, sən yazırsan. Necə olacaq? Ich schreibe. Du schreibst. Er schreibt. Es schreibt. Sie schreibt. Üçüncü şəxsin təki, keçən dərs demişdim, üçüncü şəxsin təki t ilə olacaq. Biz yazırıq, wir schreiben. Siz yazırsınız, ihr schreibt. Bu dostlarınıza müraciət edən zaman. Hörmət mənasında siz yazırsınız, bir də onlar yazırlar. Necə olacaq? Sie schreiben. Sie schreiben. Əla. Davam edək. Essen biz keçmişdik keçən dərs yemək feili. Yadınıza gəlirsə, mən demişdim, Essen orada üçüncü şəxsin təkində biraz fərqli olur. Üçüncü şəxsin təkində o yeyir necə deyərik, əgər kişi haqqında danışırıqsa, ist. Yəni, qadın haqqında danışırıqsa, sie ist. Yəni, burada Essen feili bizə güclü feil olduğuna görə üçüncü şəxsin təkində orada sahib dəyişməsi baş verib. Baxın, güclü feillərdə ikinci şəxsdə də dəyişmə baş verəcək. Üçüncü şəxsdə necə sahib dəyişməsi varsa, eyni ilə ikinci şəxsdə də baxın, həmən sahib dəyişməsi var. Burada i-yə dəyişdi. Amma xahiş edirəm fikir verin, başqa şəxslərdə bizdə dəyişmə olmur. Misal üçün, ist, o yeyir, amma dostlarınıza müraciət edən zaman deyirsiniz, siz yeyirsiniz, onda o bizdə olur. Ya est. Yəni, burada olduğu kimi qalır. Bir dənə bizdə güclü feillərdə dəyişmə olacaq. İkinci və üçüncü şəxsin təkində. Bir də bura deyə bilərsiniz ki, bəs müəllim, siz bayaq est, ten deyirdiniz. Burada niyə sırtı deyil? Baxın, burada sözün kökü s ilə bitdiyinə görə artıq biz ora s yazmırıq. Oxumaq feili var idi. Biz keçmişdik öncəki dərsdə, birinci dərsdə. Oxumaq feilini siz mənə deyin. Nə idi oxumaq feili? Lesen, əla. İndi lesen feili də bizə güclü feildir. Üçüncü şəxsin təkində necə idi? Liest. Əla. Üçüncü şəxsin təkində dəyişirsə, deməli, bu ikinci şəxsin təkində də dəyişəcək. İndi siz lesen feilini şəxslərə görə dəyişin. Mən gözləyirəm. Necə olacaq? Bu videonu saxlaya da bilərsiniz, misal dəftərdə yaza bilərsiniz. Sonra cavablarınızı indi mən göstərdiyim cavabla müqayisə edə bilərsiniz. Gəlin şəxsə görə dəyişəyin, təsrifləndirəyin. Ich lese, du liest, liest, wir lesen, ihr lest, sie lesen. Əla. Sonra biz keçmişdik qaçmaq, misal üçün asta qaçmaq mənasında, bir də yerimək mənasında bir dənə feil var idi. O feil nə idi? Əla. Laufen. Laufunda nə baş verirdi? Keçən dərs demişdim. Misal üçün o yeri ya da o qaçır. Necə deyirdik? Läuft. Mən oxuyum sizin üçün. Siz də diqqətlə dinləyib sonra təkrar edərsiniz. Deməli, mən yeriyirəm ya da mən qaçıram. Almanca olacaq. Ich laufe. Du läufst. Läuft. Wir laufen. Ihr lauft.
Sie laufen. Əla. Davam edək. Aha, yeni feil var burada. Bu üzmək feilidir. Bunu sizə hələ keçməmişəm. Bu dərs üçün yeni bir feildir. Üzmək alman dilində olacaq schwimmen, schwimmen. Baxın, bu üç hərf birləşməsini biz əslində elə yazmaq feilində keçmişdik. Schreiben sözündə var idi. Bu üç hərfi bir yerdə olanda biz ş kimi oxuyuruq. Ona görə bu bizdə oldu. Schwimmen, üzmək. İndi üzmək feilini tapşırıq olaraq sizə verirəm. Şəxsə görə dəyişin. Bu videonu saxlaya bilərsiniz indi. Əla. Deməli, mən üzürəm almanca olacaq. Ich schwimme. Sən üzürsən. Du schwimmst. O üzür. Er schwimmt. İndi qadındırsa olacaq. Sie schwimmt. Biz üzürük. Wir schwimmen. Siz üzürsünüz. Ihr schwimmt. Dostlarınca müraciət edəndir bu. Yəni cəm forma. Əgər hörmət mənasındadırsa, o artıq böyük hərflə yazılacaq. O da olacaq bizdə Sie schwimmen. Onlar üzürlər, o da bizdə olacaq. Sie schwimmen. Əla. Hə, burada etmək feili var. Etmək almanca olacaq machen. Machen. Hə, indi etmək feilini siz şəxsə görə dəyişin. Aha, videonun pauzaya basın, saxlayın. İstəyirsiniz dəftərə yazın, istəyirsiniz belə şifahi deyin. Sonra davam edərsiniz videonu. Ha, gözləyirəm sizi. Əla. Gəlin indi deyək. Ich mache, du machst, er macht, wir machen, ihr macht, sie machen. Əla. Biz əsas mövzunu keçdik. Baxın, bu mövzu çox önəmlidir və siz bu feilləri şəxsə görə dəyişməni çox yaxşı mənimsəməlisiniz. Bunun üçün çoxlu demək lazımdır. Yəni çoxlu praktika lazımdır. Bu dərsdə biz burada bitirəyin. O biri dərslərdə görüşmək üzrə. Sağ olun, Allah'a emanet.